Başkomandan Azerbaycan Respublikası Devlet bayrağı Laçın şehrinde dalgalanmaktadır. Yaşasın Azerbaycan, yaşasın Ali Başkomandan, Qarabağ! Bugün büyük gurur ile diyebiliriz ki Füzuli bizimdir, Cebrail bizimdir, Zengilan bizimdir, Qubadlı bizimdir, Ağdam bizimdir, Laçın bizimdir, Kəlbəcər bizimdir, Şuşa bizimdir, Qarabağ bizimdir, Qarabağ Azerbaycan'dır. Eşk olsun Azerbaycan halkına, yaşasın Azerbaycan. Hörmətli Laçın şəhər, 2 nömrəli orta məktəbin müəllim kollektivi, pedaqoji kollektivi, hörmətli direktor Sevinç xanım, hər birinizi salamlayıram və Laçın şəhərinin, Laçın rayonunun məktəbləri ilə, hər məktəbi ilə əlaqə saxlamağımız bizi qürurlandırır. Laçın sözü həqiqi mənada o rayona, Laçına yaraşır və mən ümid edirəm ki, əməkdaşlığımız faydalı olacaq. Həm müəllimlərin əməkdaşlığı baxımından, həm şagirdlərin perspektivi baxımından və biz çox qürurluyuq ki, belə bir gündə möhtərəm prezidentimiz, Ali Başkomandanımız İlham Əliyevin rəhbərliyi altında başlanmış zəfər fenomeninin 5-ci ilində sizdən əməkdaşlıq edirik. Bizim məktəbimiz Bakının ən yaxşı məktəblərindən biridir. Ölkənin ən yaxşı məktəblərindən biridir. Və biz qarşılıqlı əməkdaşlıq zəminində məktəblərimizin, şagirdlərimizin, kollektivlərimizin bundan bəhrələnəcəyini düşünürük. Zəfərimiz Azərbaycanın zəfəri mübarək olsun. Daha gözəl, daha güclü Azərbaycan naminə təhsil sahəsində sizlə, məhz Laçınla əlaqələr qurmağımız bizi qürurlandırır. Sağ olun, inşallah növbəti daha güclü layihələrdə görüşmək ümidilə. Çox sağ olun. Əzəmətli Laçının zəfəri mübarək. Vətən müharibəsi qəhrəmanı Azad Hürmətov adına liseyi, müəllim və şagird kollektivi adında Laçın rayonu 2 nömrəli məktəbdə oxuyan, təhsil alan dostlarımıza salam deyirik və söyləyirik. Zəfəriniz mübarək. Gözün aydın vətən, biz Qarabağımıza qayıtmışıq. Zəfəri mübarək Azərbaycan.
Minarədi görün qızım, Laçın rayonunun coğrafi mövqeyi necədir, harda yerləşir? Laçın rayonunun coğrafi mövqeyi Azərbaycanın cənubi qərbində, Qarabağın dağları, bir də ki, Qarabağın vulkanik piyada sahəsində yerləşir. Aha. Zaten sən də görüm oğlum, Laçın rayonunun qonşuları, yəni coğrafi mövqeyində qonşuları hansıları? Laçın rayonu Kəlbəcər, Xozalı, Şuşa, Xocavənd və Qubadlı rayonları ilə sərhəddir və Ermənistan Respublikasının həmsərhədidir. Laçın rayonu 2 nömrəli tam orta məktəbi kollektivinə bizdən salamlar. Zəfər günü mübarək Laçın. Tarix yazdı igidlər, hamı sənsizimizdir. 44 günlük müharibə şanlı tariximizdir. Mən Əzizim Mehir, 7C sinifində oxuyuram. Buradan Laçın şəhərindəki öz dədəbab torpağını salamlayıram. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 31 iyul sərəncamına əsasən 26 avqust Laçın şəhəri günü kimi qəbul edilir. Zəfər tarixinin müəllifləri olan qəhrəman şəhidlər, sizi unutmarıq və unutturmarıq.